Qrop debutu aydın məsələdir. J4 gedişindən sonra qaralar Y5, biz isə oynayırıq fil J2. Fil J2 gedişindən sonra adətən D5 gedişi edilir. D5 gedişi aydın məsələdir ki, C4, D4, Y4, F4 xanalarını zəbt eləmək, yəni mərkəzi xanaları zəbt eləməyə çalışır qaralar. Biz isə burada J piyadamızı irəli sürürük və vəzir daha doğrusu rəqibimiz görür ki, J5-dəki piyada qorumasızdır və o J5-dəki piyadanı götürür. Götürdükdən sonra biz burada oynayırıq deməli fil vurur D5. D5-ə vurduqdan sonra qaralar öz fiqurlarını inkişaf elətdirib, deməli həm inkişaf elətdirib, həm də ki bizim F5-dəki filimizə, daha doğrusu D5-dəki filimizə hücum edirlər. Biz isə burada at F3 oynayıb vəzirə hücum edirik. Buna görə də qaralar öz vəzirlərini qaçırtmalı olurlar. Düşünürlər ki, J2 oynayıb bizim H1-dəki topumuza hücum edəcəklər. Amma biz bu gedişdən sonra deməli oynayırıq. Biz F7-dəki piyadanı vururuq. Piyadanı vurduqdan sonra qaralar heç bir şey başa düşmədən F7-dəki filimizi götürürlər. Biz isə oynayırıq burada top J1. Top J1 oynadıqdan sonra biz vəzirə hücum edirik. Əgər rəqib buna da fikir verməsə, düşünsə ki, öz vəzirini qaçırda bilər bu vəziyyətdən, oynayır vəzir H3. H3 oynadıqdan sonra biz də J5-dən deməli həm şaha, həm vəzirə hücum edirik və şahdan qaçdıqdan sonra biz də vəziri götürürük. Yox, əgər rəqib görsə ki, H3-ə qaçmaq olmaz, H3-ə gediş eləmək olmaz vəzirlə, burada isə məcbur olur öz vəzirini qurban versin. Artıq burada da hər iki vəziyyətdə də ağlarda uduş olur, çünki material üstünlüyü olur. Bu qədər, dərsimiz bu qədər.